uzun müddət ki, bu mövzular üzərində danışmıram. Artıq demək olar ki, bəlkə də 2 il yarımdır ki, müddət danışmıram. Yaxşı bir refresh oldu mənim üçün. Amma niyə heç vaxtın deyim? Böyük ehtimal ki, süni intellekt mühəndisliyi daha çox yerlərdim. Yəni süni intellekt mühəndisliğini öyrənmək istəyərdim, machine learning öyrənmək istəyərdim. Ya olmasın deyirəm, amma universitet oxumaq çox istəyirəm. Yəni universitetə çox maraqlı olardım. Çünki mən özüm də dizaynda insan psixoloqiyası oxumuşam universitetdə, dizayn üzrə oxumuşam və mən universitetdən həddən çox şey qazanmışam. Bu işin bir tarixi var, təməli var. Sənə bunları öyrənmək bəlkə də indiki vəziyyətdə kompüter qabağında heç bir şey qatmayacaq, amma sənə vizual perspektivdir, vizual iyerarxiyadır. Yəni bunlar sənə çox şey qazandıracaq. Dünyada yəni zarafat deyil, amma 528 milyon sahibkar var. Yəni 528 milyon sahibkar az bir rəqəm deyil və insanlar yavaş-yavaş artıq hər hansı bir nəyisə mühəndislik eləməyə yox, nəyisə yaratmağa doğru gedir. Səncə özünü öyrənməyin daha yaxşısı yoxsa kurslar? Müəllim olmuşam. Yəni uzun müddət keçsin tədris vermişəm bu sahədə. Mentor ola bilmirsənsə və yaxud da bilim biraz utanırsansa, çəkinirsənsə, o kimi əslində biraz necə deyim, psixoloji problemləri falan varsa, əslində kursa getmək pis bir şey deyil. Amma müəllim tapşırığı oturub, demir ki, action elədin. Okay, baxacam nəticə verəcəm sənə məsələ yox. Oturub biz bunu müzakirə edirik. Məsələn üçün oturub müzakirə edirik, amma bu adam mənə 7-8 saat vaxt ayırır. Və biz bunu müzakirə edirik. Pis, yaxşı, bərbad bir iş qoymuş ola bilərəm, çox yaxşı iş qoymuş ola bilərəm, amma yenə də müzakirə edirik və mən özümü çox önəmli hesab edirdim. Və məsələn üçün çox yaxşı bir iş olanda adam mənə təşəkkür edirdi ki, işləməyimin ən önəmli səbəblərdən birisi həmin mentorlarım olub. Yan-bayan gələcək bir səviyyədə deyil və təəssüf olsun ki. Yəni Figma çox böyük bir şirkətdir. Framer Avropaya köçsən, sənin yəni senior belə olsan, Avropaya gəlsən junior kimi başlayacaqsan. 5.000 euro verməyinin əsas səbəbi səni əfsanə eləyən şeydir. Başa düşdün? Yəni sözün əsl mənasında əfsanəni əfsanə eləyən bir şeydir. Yəni məsələn üçün sənə 5.000 euro verirəm ki, əfsanə mənə bir dəyər qatsın. Amma o dəyər nədir? Bizdəki UX-UI-ların əslində heç birisini bəyənmirəm kursda. Heç birisini bəyənmirəm. Hazdakı vəziyyətdə. Əvvəl amma yəni bəyənirdim. Code Academy falan çox bəyənirdim. Hazırda bir dəqiqə bir inkubator rolundur. Təəssüf olsun ki, kursda. Və ona görə inkubator rolu olmasını bəyənmirəm. Yəni məsələ veri tədris deyil. Sadəcə məsələn üçün inan mənə, yəni bizdə həm də HR dostum var. O mənə dedi ki, axşam biz bir dizayner axtarırıq falan. Üstündən bir ay sonra danışdı ki, yəni 9000-ə yaxın CV gəldi. Yəni fikir ki, hazırda bir 9000-ə yaxın iş adam axtarır. Yasamalda oturmuşsan. Yasamalda atmışsan kompüterin qabağında. Amma özünü hansı ölkədə olduğunu düşünürsənsə, o ölkəni vətəndaş kimi düşünməyə səni formalaşdıracaq şeylər öyrənməlisən. Süni intellekt əlinə alacağını gözləyirsənsə, onda sən onsuz uduzmusan. Yəni çünki sən onda elə çıxır ki, sən ümumiyyətlə özünü inkişaf etdirməmisən və desən ki, otur bax, cəmaət nələr eləyir. Amma məsələn üçün bunlar 100% bizim əlimizdən alacaq. Görürsən alacaq. Başlayın. Yəni cəmaət nələr eləyir düşünürsənsə, sən onsuz uduzmusan. Prosesdən kənardasan. 100% sən cəmaətin içində deyilsənsə, sən onsuz da yəni işin gücümü ancaq bu ehtiyatımızı öyrənməyə sərf edirəm. Yəni dizayn sektorundan biraz uzaqlaşmışam və maksimum dərəcədə çalışıram ki, bu ERP texnologiyası öyrənim, qurulmasının sözünü vermişdik. Və o infrastruktur qurmaq, oturub Action, yəni gəlsin, Action necə infrastruktur quraq. Məncə belə quraq desəm, o deyir ki, səncə, necə yəni səncə? Və səncə bu nəyə dayanırsan? Səncə niyə belə olmalıdır? Salamlar, hər birinizi Techzone Talk kanalında xoş gördük. Bugün 4 fərqli ölkədə UX UI təcrübəsi olan Akşin Rəcəbov qonağımızdır. Xoş gördük səni. Xoş gördük, çox sağ olun dəvət etdiyiniz üçün. Bizim üçün çox xoşdur səni burada görmək. Sənin maraqlı bir təcrübən var UX UI-da. Ümumiyyətlə gəl səni belə yaxından tanıdaq. Akşin Rəcəbov kimdir? UX UI-da hansı təcrübələri olub? Çox qısa bizə bu barədə məlumat ver və hansı ölkələrdən əməkdaşlıq eləmisən? Okay. Deməli, mən ümumiyyətlə 16 ilə yaxın təcrübə sahibəm. Daha belə məhsul təcrübəsi və istifadə təcrübəsi üzrə çalışmışam. Lap əvvəllər 2010-cu illərdə tədris aldığım vaxtda, hansı ki, Porsche tədris almışam. Hətta aldığım vaxtda belə mini kiçik startaplarla çalışmışam, hansı dizayn üzrə, universitet aldığım müddətdə. Sonrasında isə 2013-cü ildə Acumedia təklif gəlmişdi Türkiyədə. Hardasa 2 ilə yaxın 1 il 8 ay kimi orada çalışdım web dizayneri kimi, web və qrafik dizayneri kimi çalışdım. Sonra Türkiyədə bir neçə ədəd fərqli startaplarda çalışdım ki, hansı ki o startaplar yəni düzü mən çıxandan sonra yaxşı nəticələr aldılar, amma yəni çox böyüməyə doğru gedən şirkətlərdən olublar, startaplar olublar.
Sonrasında isə Kanadada Hotel Games şirkəti var. Orada 3 il istifadə təcrübəsi araşdırmacısı və istifadə təcrübəsi planlaması kimi çalışdım. Araşdırma planlaması kimi çalışdım. Sonra Kanadada Electronic Arts şirkəti var. Oranın bir oyun tərtib etdiyi oyunları və publish etdiyi oyunlarının təqdim etdikləri bir platforma var. Origin indiki adı əslində EA Launcher-dır. O platformada da istifadə təcrübəsi dizayner olaraq çalışdım, hardasa 2 ilə yaxın. Son əslində çalışdığım Deutsche Bank olub. Orada Deutsche Bankın Almaniya bankıdır bildiyiniz kimi. Onun New York ofisində insan resursları üzrə idarə etmə sistemi tərəfində istifadə təcrübəsi konsultantı oldum. Sonrasında isə 3 aylıq baş konsultant olaraq davam elədim. Ən son işlədiyim yer oradır. İndi isə Estoniyada öz startapım var. 1 ilə yaxındır ki, öz startapım üzrə çalışıram. Yəni tamamilə fərqli bir sferadır mənim üçün. Yəni davamlı olaraq əslində xidmət verdiyim sektorda indi mən insanlara xidmət verməyə çalışıram. Yəni korporativə də yox, artıq xidmət verməyə çalışıram. Yəni belə. Nə barədə bu startap? Startapım əslində bəlkə də yəni əslində mən bu startapın əvvəlində 2023-cü ildə öz şirkətimi qurdum, Emotix deyə. Əvvəlində bir konsultasiya şirkəti idi. Hansı ki, Azərbaycanda bir çox şirkətin əslində bu konsultasiya rolunu oynamışıq, yəni şirkətlərində işləmişik. Sadəcə sonradan fikirləşdim ki, bu konsultasiya hansı ki, deyək ki, məsələn üçün Əfsanə bizdən konsultasiya alır və yaxud da X bir şirkət bizdən konsultasiya alır. Fikirləşdim ki, Əfsanə bunu niyə əslində özü eləməsin? Niyə məsələn bunu davamlı olaraq o proqresi özü aparmasın? Bir konsultasiya agentlik məsələsini daha da digitallaşdırdıq. İndi isə məsələ budur ki, bir məhsul validasiya prosesini apardıq. Yəni AI texnologiyasından sənin ağlında hər hansı bir ideya var. O ideyanı yazırsan, eyni ChatGPT və yaxud Gemini yazdığın kimi. Yazdırsan, o sənə bütün strategiyanı təhlil verir və necə irəliləməlisən və hazırda bu dəqiqə bu şəkildə irəliləsən, bu ideyanı eləsən, sənin nəticən nə olacaq və bir sonraki addımlarında necə addımlar atmalısan, onu səninlə bərabər tərtib eləyir. Amma söhbət yazılı informasiyadan getmir, söhbət yazıdan getmir. Bu sənə bütün kontekstdən bərabər, strategiyalarla bərabər sənin əslində bir rəhbər və bələdçin olur və səni bu inteqrasiya eləməyə kömək olur. Sənin üçün sayt da yaradır, ehtiyac olsa reklam mexanizması da eləyir, Meta və Google Interactions, Google ADS-də reklam inteqrasiya və s. də eləyir. Sənin üçün əslində bir digital konsultantdır, amma AI ilə işləyən digital konsultantdır. Normalda biz bunu şirkətlər məsələn üçün bunu $10,000 eləyirlərsə, bu sənə aylıq $29 başa gəlir. Yəni məsələ bundan ibarətdir. Çünki bilsə necədir? Hazırda bu dəqiqə dünyada yəni zarafat deyil, amma 528 milyon sahibkar var. Yəni 528 milyon sahibkar az bir rəqəm deyil və insanlar yavaş-yavaş artıq hər hansı bir nəyisə mühəndislik eləməyə yox, nəyisə yaratmağa doğru gedir. Ona görə biz də əslində bu yaradıcı prosesi rol oynamaq istəyirik ki, hansı ki hər kəs entrepreneur ola bilər, hər kəs sahibkar ola bilər. Yəni bu prosesi bir sürətləndirmək istəyirik ki, tez bir zamanda nəticə ala bilsinlər. Bütün bu fəaliyyət çox yaxşıdır. Bizə də çox maraqlıdır, amma bu barədə növbəti suallarım da olacaq ki, süni intellektin inteqrasiya, necə eləmisiniz bunu və s. Amma bizə əsas maraqlı belə çox belə sadədən gəl gedək. Ümumiyyətlə UX UI nədir? Aha, okay. Əslində çox qısa, amma maraqlı bir cavab istəyəcəm. Yes. Okay, əslində artıq uzun müddətdir ki, bu mövzu üzərində danışmıram. Artıq demək olar ki, bəlkə 3 il yarımdakı müddət danışmıram. Yaxşı bir refresh oldu mənim üçün. Əslində istifadə təcrübəsi, dizayn istifadəçi təcrübəsi özü bir istifadəçi əslində burada insan mərkəzli bir platformadan gedir. UX UI insanı düşünərək bir məhsulun inkişaf prosesidir. Amma insan mərkəzli bir məsələ, yəni bir məhsulu hazırlayarkən ağlında hər zaman bir insanı fikirləşməlisən ki, insanlar bunu necə istifadə edə bilər, insanlar bunu necə qaçar və s. Yəni UX UI əslində burada bir texniki bir dillə danışmağa ehtiyac yoxdur və yaxud burada bir vizualdan danışmağa ehtiyac yoxdur. UX UI insan mərkəzli bir qrafik yönümlü bir dizayn növüdür. Səncə özünü öyrənməyin daha yaxşıdır yoxsa kursdan? Mən əslində özüm də müəllim olmuşam. Yəni uzun müddət keçsin tədris vermişəm bu sahədə. Mən həmişə uşaqlara özüm deyirdim ki, yəni mentor olmaq mentorunun olması çox yaxşı bir şeydir.
Yəni mən özüm, yəni universitetdə oxuduğum müddətcə müəllimləri həmişə universitet müəllimi kimi görmürdüm, bir mentor kimi görürdüm. Yəni necə mentor kimi görürdüm? Yəni saat neçə olur olsun, yəni Facebookdan həmişə yazıb bir şey soruşurdum. Yəni o vaxt sürətli bir kommunikasiya üçün bir Hangout idi, Facebook Messenger idi. Nəsə soruşurdum, davamlı olaraq anlamadığım mövzular soruşurdum, eləyirdim və s. Amma bu mənim üçün yetərli idimi? Yetərli deyildi. Amma indi LinkedIn var və yaxud nə bilim buna bənzər ola biləcək digər platformalar və ADP list falan, mentorlar falan. Mentor tapmaq çox çətin bir şey deyil, sual sormaq çətin bir şey deyil. Amma əgər səndə bu kimi problemlər varsa ki, sən mentor tapa bilmirsənsə və yaxud nə bilim biraz utanırsansa, çəkinirsənsə, o kimi əslində biraz necə deyim, psixoloji problemləri falan varsa, əslində kursa getmək pis bir şey deyil. Demə deyil. Yəni orada kurs seçimi məsələsi də var. Yəni biraz elə bir o perspektivdən də baxmaq lazımdır və s. Amma yox, deyirsən ki, məsələn üçün mən özüm tapa bilərəm hər şeyi, mentor ola bilərəm və onda məndə də məsələn üçün bir self disiplin məsələsi var, məsuliyyətliyəm. Hə özün bacara bilirsən, əlbəttə ki, özün bacara bilərsən. Amma bu işdə birinin təcrübəsindən qazanmaq çox önəmlidir artıq. Yəni birinin təcrübəsini dinləmək, birinin təcrübəsindən yararlanmaq çox önəmlidir. Ona görə əslində bəlkə də kurslara ona görə bəlkə də şey deyə bilmərəm, yəni deyə bilmərəm ki, pisdir və s. yox. Amma ona görə bir mentoru dinləmək əslində mükəmməl bir şeydir. Onun təcrübəsi üzərindən nəsə praktika çıxarmaq əla bir şeydir. İndi bir də maraqlı sualım olacaq. Təsəvvür et ki, 2026-cı ildir, universiteti yeni bitirmisən və yenidən bu sahəni seçərdinmi? UX UI seçərdinmi? Əgər seçərdinsə, hansı müəllimi və hansı kursu? Yəni xüsusi bir sevdiyin müəllim varmı ki, onu da deyəsən bizə? Gəl onda belə bunu 2 dənə cavab verim. 2 dənə cavab verim ki, dinləyənlər üçün də əslində bir baxma, motivasiya olmasın. Əgər doğrudan dediyim kimi elə bir situasiya olsaydı, heç vaxt bu sahəni seçməzdim. Amma niyə heç vaxtını deyim? Bu sahənin əslində verdiyi pis bir nəticə yox. Məsələn, mən bu sahədən çox şey qazanmışam hətta artıq. Həm finansal olaraq çox şey qazanmışam, həm təcrübə olaraq çox şey qazanmışam. Məsələ nədir? Yəni böyük ehtimal ki, süni intellekt mühəndisliyi daha çox yerlərdim. Yəni süni intellekt mühəndisliyini öyrənmək istəyərdim, machine learning öyrənmək istəyərdim. Bu sahələr mənə daha çox maraqlı gəlir hazırda bu dəqiqə. Yəni çünki indi bu dəqiqə belə bir məsələ var da, yəni bu 3 şirkət hansı ki, Amerikanın əsas dolandıran şirkətlərdən birisi, məsələn OpenAI, dolandırmaq deməyək də, məsələn üçün bunlar liderdir hazırda bu dəqiqədə. Yəni Google'dur, Apple'dur. Bu adamlar məsələn üçün süni intellekt üzərinə nəsə bir məqalələr, nəsə fikirlər paylaşırlarsa, məsələn üçün X şirkəti və s. paylaşırsa, yəni bunlar məncə təcrübədir. Yəni bunları dinləmək lazımdır və maraqlanmaq lazımdır. Mən ona görə əslində bu hype demək istəmirəm. Bu elə bil fikirlərim, bu təcrübənin bir parçası olmaq istəyirəm. Yəni dizayn tərəfi də çox maraqlıdır, yaxşıdır, amma maraqlanmaq istəyərdim. Amma belə bir məsələ var ki, sırf yəni bu ildə olduğumuz üçün deyirəm. Yəni 2026-cı il, yəni AI 2025, 2023, 2024 falan bunlar elə bil daha çox AI texnologiya inkişaf etdiyi üçün bu sahəni istəyərdim. Amma yəni dizayn tərəfi də əslində məsələ müəllim də deyil, amma səmimi desəm oldu belə, hə, süni intellekt olmasın, amma kursa getməzdim. Yalan olmasın, kursa getməzdim, amma universitetdə oxumaq çox, yəni universitetə çox maraqlı olardım. Çünki mən özüm də dizaynda insan psixologiyası oxumuşam universitetdə, dizayn üzrə oxumuşam və mən universitetdən həddən çox şey qazanmışam. Yəni ona görə bu kurs tərəfinə baxmazdım, amma universitet tərəfdən belə baxmaq istəyirəm. İnsanlar bəzən belə miflər falan olur, bu universitet oxumaq lazımdırmı dizayn öyrənmək üçün falan. Çox vaxt məsələn üçün bu boşluq bilsə nədən gəlməli gəlir? İnsanlar çünki dizayn öyrəndə elə bilir ki, yəni bu Photoshopdan ibarətdir. Proqram olaraq görürlər. Təəssüf olsun ki, məsələ budur da. Məsələ bilirsən necə bir şeydir? Bu işin incəsənəti var. Bu işin bir tarixi var, təməli var. Sənə bunları öyrənmək bəlkə də indiki vəziyyətdə kompüterin qabağına heç bir şey qatmayacaq, amma sənə vizual perspektivdir, vizual iyerarxiyadır. Yəni bunlar sənə çox şey qazandıracaq. Yəni görmək sadəcə elə proqramı görməsə düzəltmək məsələsi deyil. Yəni ona görə bu işin təməlini, bu işin okey adamın ola bilər 75 yaşı var. Adam ola bilər sənin üçün Figma bilməsin. Adam ola bilər sənin üçün bir Framer və ya hansı bir tool bilməsin, Photoshop bilməsin. Amma adamın 75 illik təcrübəsində elə bir industriya təcrübəsi var ki də, yəni bu söhbət burada məhsul dizaynı da ola bilər, söhbət bir sənaye dizaynı da ola bilər, adama görə fikirlər ola bilər ki, adam sənə 8-ci ildə ola bilər hər hansı bir təcrübəni sənə qata bilər, başa düşdün? Yəni bu şey mənə çox ləzzət eləyir. Yəni bunu eşitmək, dinləmək, bunun müzakirəsini aparmaq mənə çox xoşuma gəlir. Və o industriyada belə bir şey ola bilər. Yəni təbii ki, Azərbaycanda demirəm, xarici ölkədə deyirəm, təbii ki, imkan olduğu vaxtı. Amma buradakı olan fikirlər elə bir fikirlərdir ki, adam deyir ki, sənə, o mənim bir müəllimim var.
təzəlicə davamlı olaraq məsələn üçün o adama danışıram, söhbət edirəm və deyirəm ki, məsələn, o adam mənə çox şey qatıb da, amma qatmaq məsələsini deyim sənə. Magistraturada oxuduğum vaxtda, yəni Nihat Dursun deyə bir müəllimim var. Ona buradan salam olsun. Nihat müəllim mənə məsələn üçün mən özüm də universitetdə oxuduğum vaxtda onsuz da bu sahədə üzrə işləyirdim. O adam məsələn üçün mənə qatdığı şeyi niyə unuda bilmirəm? Adam mənə çox ciddi bir vision təsiri verdi. Necə vision təsiri? Adam deyir ki, bax, məsələn Yaponiyada adamın billboardlarda məsələn üçün öz üzətli dizaynları falan var idi, amma məsələ perspektivdir. Məsələ adamın görüş açısıdır ki, məsələn adam bu mövzunu bu dizayn tipində necə görüb və Yaponiyadakı insanların anlaya bildiyi bir şey də eləyib. Amma mən Azərbaycanda davamlı yaşasam, mən Yaponiya üçün bir dizayn eləyə bilərəmmi? Bilə bilmərəm, başa düşdün, amma Nihat müəllimin mənə verdiyi fikirlər və s. məndə o baxımdan vizyona çox təsir edib. Adam məsələn üçün İsveçrədə işləyib, adam Türkiyədə uzun müddət işləyib və s. və hamısına bir fikir bildirir və mən bu adamı çöldə tapa bilməyəcəm, kursda tapa bilməyəcəm. Məsələ budur, başa düşdün. Ona görə ancaq ya universitetdə getməliyəm, bunu öyrənməliyəm və s. Yəni kursda da yəni bu kimi şeylər təəssüf ki, pul satılmır. Ona görə daha çox belə daha ali təhsildən falan gələ bilən bir şeylərdir. Yəni məsələ budur. Yəni bir mentor həm səni qlobal da çıxara bilər, həm də səni təkcə Azərbaycan bazarına təhkim edə bilər. 100% elədir. Hə, təəssüf ki, elədir. Məncə elə o 4 ölkədə təsiri var o müəllimin. Yox, 100% ki var. Yəni məndə əslində həmçinin bir neçə belə müəllimlər olub ki, və ona mənim həyatıma təsir edib də. Yəni bir də belə bir şey var da. Mən Polşada oxuyanda, universitetdə oxuyanda müəllim bizə bir tapşırıq verirdi ki, məsələn üçün bunu eləmək lazımdır və s. Amma müəllim tapşırığı oturub demir ki, action elədin. Okay, baxacağam nəticə verəcəm sənə və s. yox. Oturduq biz bunu müzakirə edirdik. Məsələn üçün oturub müzakirə edirdik, amma mən o ölkəyə gedənə qədər beynimdəki olan müəllim tamam fərqlidir. Yəni bəlkə də ikimizdə də bəlkə eyni şey düşünürük hazırda bu dəqiqə. Çünki mən məktəbdə gördüyüm müəllim fərqli olub. Və məktəbdən gördüyüm müəllimin təcrübəsinə əsasən universitetdə də təxmin edirəm ki, müəllim necə ola bilər Azərbaycanda oxusaydım və s. Amma məsələn üçün oturduq, yəni inan mənə səmimi deyirəm sənə bəlkə də 8 saat oturub müzakirə etdik. Danışırdıq ki, məsələn üçün action bəs bunu belirlədim falan və s. Yəni müzakirə etdik, danışırdıq və mənə də çox ləzzət verirdi ki, bu adam mənə 7-8 saat vaxt ayırır. Və biz bunu müzakirə edirik. Pis, yaxşı, bərbad bir iş qoymuş ola bilərəm, çox yaxşı iş qoymuş ola bilərəm, amma yenə də müzakirə edirik və mən özümü çox önəmli hesab edirdim. Və məsələn üçün çox yaxşı bir iş olanda adam mənə təşəkkür edirdi ki, yəni elə bil, yəni mən bunun çox önəmli bir işini həll eləmişəm. Deyir ki, action çox sağ ol da, yəni bu işi bu qədər yaxşı elədiyin üçün və s. falan filan. Və yaxud dərsdən kənarda görüşürdük, çöldə bir yerdə görüşürdük, danışırdıq, müzakirə edirdik, yəni və adamın təcrübəsini dinləmək, yəni mənə çox ləzzət edirdi və onlar belə hər bir addımı belə, hər bir yanaşması belə, yəni mənə çox şey qatmış olur. Yəni çox şey qatdı. Yəni mən həmişə deyirəm ki, yəni mənim ümumiyyətlə qlobal üzrə işləməyimin ən önəmli səbəblərindən birisi mənim mentorlarım olub hətta. Çünki onlarla davamlı ünsiyyətdə olmuşam. Yəni biraz bu işdə də win-win olmaq lazımdır da. Yəni adamdan hər şey bəhrələndin. Məsələn, okey, yox, elə olmamalıdır da. Yəni biraz elə bil sən onun dediyi şeyi də doğrultmalısan. Başa düşdün? Yəni doğrultmalısan ki, bu qədər sənə məlumat vermişəm. Yəni o 8 saatlıq nəticəsini ortaya qoyur. Ay sağ ol. Biraz elə bil o şeyi özündə də hiss eləməlisən ki, yəni bu adamlar ətrafında var, bunu yaxşı istifadə eləyim. Yəni məsələ budur. Bizdə bir çox kurslara uşaqlar sadəcə proqram öyrənmək adı ilə gedirlər və 2 proqram bu dəqiqə əsaslı UX-da, Figma, Framer. Bizim sualımız da qısa və konkretdir. Bilirəm ki, bu tool əsas deyil dizaynda, əsas başqa bir şeydir, amma ki bu dəqiqə bu aktualdır. Figma yoxsa Framer? Açığı bu iki toolun ikisinin, yəni Framer mən davamlı istifadə edən birisi deyiləm. Yəni və açığı, yəni sənə səmimi bir şey deyim ki, ümumi, yəni mən araşdırmalarıma görə və ümumi communitylərin müzakirəsinə əsasən, yəni Figma ilə Framer yan-bayan gələ biləcək bir səviyyədə deyirlər, təəssüf olsun ki. Yəni Figma çox böyük bir şirkətdir. Framer, yəni bunun oturub müzakirəsi eləmək belə, yəni hətta bəlkə də çox fərqli. Çünki bu arada Framer'in gediş yolu ilə Figma'nın gediş yolu çox fərqlidir. Yəni Framer əslində bu işdə belə no-code tool kimi başladı. Amma Figma bir
vektoral alətdir. Yəni dizayn alətidir. Yəni elə başladı bu işə. İndi bəlkə də məsələn üçün AI texnologiyalarını falan quraşdırdı və s. Ona görə yəni bu yoxsa bu, yəni təəssüf olsun ki, bu sizə biraz cavabsız qoya bilərəm. Çünki bunlar çox fərqli toollardır və Framer fərqli tool olmasına baxmayaraq yenə də Framer Figma səviyyəsində bir alət deyil, təəssüf olsun ki, yəni Figma çox böyük bir şirkətdir. Yəni biz çıxmasın yəni atamın deyil, yəni evdə düzəltməmişik bu Figmanı, yəni tərəfliyim. Amma yəni ortada bir dəyər məsələsi var da. Yəni Figma-nın backgroundu daha güclüdür. Amma yəni dediyim kimi hazırda bu dəqiqə ikisi də açığı çox yaxşı səviyyədə deyillər. Yəni iki toolda yəni çox yaxşı səviyyədə deyillər. Bayaqlar dedim ki, məsələn üçün suallar olacaq ki, hansı ki süni intellekt, onu daha geniş izah eləyərəm bəlkə də. Amma yəni hazırda bir dəqiqə ikisi də yəni mükəmməl səviyyədə deyil və bir də belə bir şey də əlavə eləyim. Yəni təəssüf olsun ki, yəni bəs tool məsələsində elə bir şey var ki, yəni bu toolları müzakirə eləmək belə biz əslində şirkətlərə elədiyimiz ən pis investisiyadır. Yəni şirkətlər də çünki elə bilir ki, yəni bu tooldan ibarətdir dizayn. Və ona görə şirkətlər də əslində əməkdaşları bu toolu istifadə eləməyə doğru məcbur eləyir və bu toollarla haqqında ancaq müzakirə aparırlar və s. Azərbaycanda şirkət söhbətidir. Yəni ona görə yəni dizayn sadəcə bu toollardan ibarət deyil də, yəni sənin də əlavə etdiyin kimi, yəni dizayn ibarət deyil. Yəni amma iki tool arasında yəni müqayisə edəcək bir səviyyədə deyil təəssüf. Ülvin də tam tərsini deyirdi. Doğrudan. Ülvin o Framer Pro ekspertdir və AI alətlərinin ora tətbiqindən danışırdı və deyirdi ki, o ən yaxşısıdır. Biz də bu podkastda tam tərsini sübut edirik indi. Yox, ümumiyyətlə yəni Ülvin həmçinin çox təcrübəli kadrdır. Yəni ola bilər. Mən dediyim kimi o Framer'in perspektivi fərqlidir. Yəni Ülvin bildiyim qədərilə məsəl üçün Framer meetuplarını eləyir. Framer üzərinə məsələn üçün PR işləri falan aparır. Həmçinin Framer ekspertdir, əladır. Yəni məsələ bilirsən necədir? Mən indi bilmirəm nə qədər doğru olar. Bir toolun eksperti olmaq tərəfdarı da deyiləm bu arada. Yəni tool bilirsən necə bir şeydir? Bax, məsələn Adobe-nin çox toolları olub. Yəni məsələn Google-un çox toolları olub bu arada. Yəni Google-un qəbirstanlığı deyə bir şey var. Yəni Adobe-nin qəbirstanlığı doğrulmağa gedir. Məsələn Adobe Expression Design var idi. İndi Adobe XD öldü. İndi mən Adobe XD designer olsaydım onda mən də ölmüş oldum onda. Yoxsa mən tool dəyişdirməliyəm, olmalıyam məsələn üçün okey Figma ekspert olmalıyam. Yəni belə bir məsələ var. Yəni o daxildə olan bütün toolların daxilində olan bütün elementlərin hər birinin əslində kitabda və yaxud nə bilim təməldə bir fikirləri var əslində. Ona görə bir tool eksperti olmaq tərəfdarı da deyiləm. Yəni çünki toollar dəyişə bilir. Yəni toollar davamlı özünüz məsələn üçün nə bilim neçə dənə AI texnologiyası istifadə edirik. Yəni ChatGPT bir yəni pis bir fikir verdirdi. Məsələn üçün deyirik ki, okey bu sənə toolsan ki, məsələn keçdim Gemini-yə. Amma o pis nəticə verib keçdim ona. Okey, onda mən deyə bilmərəm də mən ChatGPT-yə ekspertəm və sabahsı gün Gemini-yə ekspertəm. Ona görə biraz toollardan uzaqlaşmaq lazımdır. Yəni toolu biraz daha ümumi baxmaq lazımdır. 100%, yəni dizayn sektoru tool qədər bəsit bir sektor deyil təəssüflər olsun ki. Yəni biraz o tərəfdən perspektiv baxmaqdan biraz uzaqlaşmaq lazımdır. Bu toollardan hər hansını bilən biri Azərbaycanlı Avropada nə qədər qazana bilər? Məsələn, Figma olsun, Framer olsun, tələblərə uyğun olaraq. Bir Azərbaycanlı Avropaya gedib UX/UI dizaynerdir. O nə qədər qazanacaq sizcə? Ümumiyyətlə mən həmişə öz tələbələrimə deyirəm. Deyirəm ki, məsələn üçün Azərbaycan təcrübəsində sən əgər Avropaya köçsən, sənin yəni senior belə olsan, Avropaya gəlsən junior kimi başlayacaqsan. Çünki əgər doğrudan da bu toolları bilib Avropaya o ümidlə köçürsənsə, yəni sənə milyard faiz əminlik verirəm ki, bəlkə də 10 mində birdir şansın. Yəni məsələn üçün bu toolları bilib. Məsələn saydığın toollar fərqi yoxdur bu arada. Ola bilər sən deyirsən ki, məsələn üçün Figma, Framer, nə bilim Wix falan hamısını bilir. Bu adam Webflow falan hər şey bilir. Çünki Avropadakı yəni ki, məsələn üçün Avropa Birliyinin sədri kimi olmayaq. Məsələn üçün bir çox ölkələrdə elədir. Ölkələr təəssüf elədir. Məsələn ki, təəssüf eləsin bu istənilən bir şeydir əslində. Yəni bunun müzakirəsi əslində bir təəssüfdür. Yəni bu adamlar daha çox belə sənin solution tərəfin daha çox maraqlıdır. Sənin tool tərəfin yox, sənin perspektivin daha çox maraqlıdır. Bax, əslində belə bir şey var. Səni hire eləməyimin, səni işə götürməyimin əsas səbəbi tool ola bilməz. Sənə aylıq 5000 euro verməyimin əsas səbəbi səni əfsanə eləyən şeydir.
Başa düşdün? Yəni sözün əsl mənasında əfsanəni əfsanə eləyən bir şeydir. Yəni məsələn üçün sənə 5000 evro verirəm ki, əfsanə mənə bir dəyər qatsın. Amma o dəyər nədir? Məsələn üçün sənin ağzından çıxan fikirlər, sənin perspektivin. Başa düşdün? Yəni amma məsələn tool istifadə etmək o qədər bəsit bir şeydir ki. Yəni indi sənə səmimi bir şey deyim də, yəni sən məsələn üçün gəldik. Figma istifadə etmirsən azdan çoxdan. Baxmısan? Hə, baxmışam. Yəni, onu necə öyrənə bilərsən? Ən yaxşı şəkildə. Məncə çox qısa müddətdə öyrənərəm. Məsələn bir gün deyirəm mənə. Yəni belə kurslara da belə Erasmus kimi olmur. Məncə mən bir aya tam yaxşı öyrənə bilərəm. Öyrənə bilərsən, super. Səncə bir ayda öyrəndiyin bir toolun nə qədər vaxt ekspert olarsan? Məncə 1-2 il davamlı hər gün istifadə etsəm ekspert olaram. 2 il ekspert adı altında bir sahəyə olursan ki, hansı ki bir toolun ekspert olursan və 2 il ərzində. Mən bu arada 2 il də çoxdur bu arada. Amma deyək ki, məsələn üçün okey, vaxtını ayarladın, hesabladın, 2 il olursan. 5000 evro necə verə bilirsən sənə? Başa belə bir məsələ var. Amma sən desən ki, mənim perspektivim tamamilə fərqlidir. Mən məsələn üçün həll yollarım tamamilə öz baxış bucağımdandır və s. O pul sən ala bilərsən rahatlıqla. Yəni şirkətə bir də dəyər qatmalısan. Deməlisən ki, ha bax bunları belə dəyişməlisən, bunları belə eləməlisən. Müzakirə eləməlisən, danışmalısan, sübut eləməlisən, rasional rəqəmlər verməlisən, deməlisən ki, okey, budur. Yəni bunu əgər ola bilməyəndən sonra o toolların heç bir mənası yoxdur və azı da yəni o toolların azı da bu dəqiqə istifadəsi, yəni insan mərkəzli olmamağa doğru gedir. Yəni başa düşdün? Yəni ona görə avtomatlaşdırmaq çətin deyil hazırda bu dəqiqə. Bizdəki UX UI kursların nəyini bəyənirsən, nəyini bəyənmirsən? Sənə çox səmimi bir cavab verəcəm. Bizdəki UX UI-ların əslində heç birisini bəyənmirəm kursların. Heç birisini bəyənmirəm. Hazırdakı vəziyyətdə. Əvvəl amma yəni bəyənirdim. Kod Akademi falan çox bəyənirdim. Yəni, orada çox yaxın dostlarım, sevdiyim insanlar falan və s. də var. Amma hazırda bu dəqiqə açığı bu arada bir çox kursu əslində sevdiyim adamlar falan var bu arada. Amma bu podkastı dinləyən insanlara qarşı səmimi olmaq istəyirəm və bu heç birisini bəyənmirəm və ən səbəbdən birisi budur ki, hazırda bu dəqiqə bir inkubator rolu oynayır. Təəssüf olsun ki, kurslar və ona görə inkubator rolu olmasını bəyənmirəm. Yəni məsələ veri tədris deyil. Sadəcə məsələn üçün oxusun, bitsin məsələsini istəmirəm. Məsələn üçün adam 4 ay müddətində sənə məsələn üçün bu olacaqsan, məsələn üçün nə bilim gəlib işləyəcəksən və s. falan filan. Bu şeyi istəmirəm sadəcə. Kurslarda bunu görmək istəmirəm və bunu görmək mənə qıcıq eləyir. Və bunun tam tərsi nədir? Bunun tam tərsi isə məsələn müəllim uşağı, məsələn tələbəni götürür, yəni deyir ki, onu görür ki, inkişaf elətdirir və s. vizyonunu inkişaf elətdirir, perspektivini inkişaf elətdirir, baxış bucağı. Tələbə gedir məsələn üçün işlədiyi şirkətə müzakirə edə bilir. Amma indi bu kurslar bilirsən icraçılar yetişdirir çoxlu. Deyir gedəcəksən işə, sənə bu toolu verəcəklər, deyəcək ki, bunu dizayn eləyəcəksən. Başa düşdün? Bu belə olmur da bu sektör. Kurslar şey ola verir. Hə, təəssüf olsun ki, nədir? Hə, biraz inkubator rolu oynayır təəssüf ki. Həm də saylar da çoxdur. Məsələn, əvvəl 2-3 kurs daha belə lider idi. İndi çoxlu saydadır, qrupların sayı çoxdur, təqaüd verənlər var idi bir ara. Yəni bu çox pis mənzərə yaradıb çünki yaradı və inan mənə, yəni bizdə həm bir HR dostum var. O mənə dedi ki, axşam biz bir dizayner axtarırıq falan. Üstündən bir ay sonra danışdı ki, yəni 9000-ə yaxın CV gəldi. Yəni fikir ki, hazırda bu dəqiqə 9000-ə yaxın iş adam axtarır. Yəni dizayner var, hansı ki iş axtarır. Və məsələ burasındadır ki, bu elə belə olmalıdır da. Yəni şirkət sayısı da çox olmalıdır. Amma bu da çox şirkət sayısı da yoxdur axı məsələn bunu təmin edə bilsin. Başa düşdün? Yəni bəlkə də o 9000-in arasında yəni mükəmməl 9000 də mükəmməl dizayner olsun. Yəni mən razıyam buna. Hamısı əla olsun. Yəni demirəm heç yarısı. Hamısı super olsun, amma o qədər şirkət yoxdur axı bizdə işləyə biləcək. Yəni məsələ budur. Növbəti sualım bununla bağlı idi ki, bax 4 ölkədə təcrübəm var və çox yaxşı şirkətlərdir, hamısının çox yaxşı uğurlu əməkdaşlığın olub. Bu 9000 dizayner necə eləsin ki, onlar da Türkiyə, Estoniya, Şərqi Avropa, Qərbi Avropada özlərinə iş tapa bilsinlər? Hansı platformalar var? Ümumiyyətlə necə olmalıdırlar ki, oradakı işçi qüvvəsinə çevrilsinlər? Yəni məsələ belə bir şeydir ki, mən həmişə uşaqlara öz tələblərimə də deyirəm, öz ətrafımdakı insanlara da deyirəm. Yəni hazırda bu dəqiqə bir dil problemi olmamalıdır. Yəni
istəyirəm, amma məsələn üçün ingilis dilimi inkişaf etdirim və s. Bu söhbət öcə ölməlidir. Həqiqi. Yəni indi bu dəqiqə elə bir ildir ki, elə bir dövrdür ki də, yəni oturub bu dil müzakirəsini aparmaq yəni səhv bir şeydir vallah. Yəni kurs məsələsidir, imkan yoxdur öyrənməyə falan filan. Bu da boş söhbətlərdir. Yəni o qədər free resurslar var ki, yəni sadəcə nə bilim günə bəlkə də 1 saat yarım ayırmaq belə yetərli olar. Hər gün ayırmaq yəni yetərli olar. Birincisi bu dil baryerini konkret yəni həyatımızdan çıxarmalıyıq. Dil bariyeri çox yaxşı olmalıdır və yəni ümid edirəm ki, yəni gələn illərdə biz səninlə bunun müzakirəsini aparanda deyə bilərəm ki, məsələn üçün sənə bir dənə belə bir şey demişdim ki, Azərbaycan hazırda bir işləmək üçün uyğun ölkə deyil, amma indi çox dəyişib. Yəni bunu deyərəm, amma hazırda Azərbaycan işləmək üçün uyğun ölkə deyil. Yəni çünki yəni biz elə bil bizim daha inkişaf bu sektorun bu sektor bizə nəyi sevir? Davamlı inkişaf sevir. Davamlı inkişafda təəssüf olsun ki, yəni bu ölkənin innovasiyasında yoxdur. Davamlı inkişaf gündəlik inkişafdan gedir bu arada. Gündəlik müzakirə və məsələn. Yəni biraz elə bir innovasiyasında hələ ki yoxdur. Demirəm şirkətlər məsələn üçün o müzakirələri eləyirlər valla, amma ki, yəni o innovasiya hələ ki dəqiq tərtib olunmayıb Azərbaycanda. Ona görə mən buna belə baxıram. Yəni mən tələbə kimi baxıram. Mən bu kursu niyə gəldim, oxudum, öyrəndim? Niyə pul verdim buna? İşləmək üçün. Əgər işləmək istəyirsənsə, onda sən bu dil bariyərini yıxmalısan və başlamalısan. Artıq Azərbaycanda oturmusan, deyək məsələn, Yasamalda oturmusan. Yasamalda açmışsan kompüterin qabağında. Amma özünü hansı ölkədə olduğunu düşünürsənsə, o ölkənin vətəndaşı kimi düşünməyə səni formalaşdıracaq şeylər öyrənməlisən. Məsələn, atıram deyirsən ki, mən Azərbaycanda iş tapa bilməyəcəm. Məsələn, keçirsən, nə bilim, Qatara, deyirsən ki, Qatardakı insanlar, yəni Dohadakı insanlar məsələn üçün nə edir? Necə dizaynlara baxırlar, necə saytlara gəzirlər, necə aplikasiya gəzirlər, onu öyrənirsən. Birinci çünki o mədəniyyəti öyrənmək lazımdır. Sonra başlayırsan yavaş-yavaş o şirkətləri araşdırmağa, yəni o ölkələrin şirkətlərini, innovasiyasını araşdırmağa və s. Yəni artıq yəni bizdə bizə necə eləyirlər bəzən açır 140 dənə ölkəni. Nə qədər remote saytlar var. Yapışdır. Amma adam bilir axı sən oturmusan Yasamalda. Yəni adam da normal olaraq deyir ki, Yasamaldakı adam Qatara nə biləcək? Başa düşdün? Yəni ona görə normal olaraq adam kiçik düşünür. Yəni bir saniyəlik bir şey düşünür, deyir ki, bu adam düzgün adam deyil. Ona görə biraz elə bir remote işə fokuslanırsansa gərək hər ölkəyə seçməyəsən də, gərək yəni biraz amma xarici ölkələr, şirkətlərini də seçəndə gərək o perspektivdən baxasan, desən ki, o ölkənin vətəndaşı kimi düşünəsən, ona uyğun nəsə tərtib eləyəsən, ona uyğun nəsə şey eləyəsən. Ona uyğun da müraciət eləyəsən. 100%. Ki mən bunu araşdırdım, bunu eləmək. Yes. Portfolio da əslində ona uyğun tərtib edirsən. Yəni dizayn işləri də ona uyğun tərtib eləməlisən əslində. Əvvəl demək olar ki, bütün dizaynerlərə sual verirdilər ki, dizayner olmaq üçün necə başlamaq lazımdır, bir yol xəritəsi necə olsun. Bütün demək olar damara bu sual verirdilər. İndi bu sual aradan çıxıb. Deyirlər ki, necə eləmək lazımdır ki, süni intellektin olduğu bir vaxtda UX/UI işçisi işsiz qalmasın. Və yaxud da ki, UX/UI-ya süni intellekti necə inteqrasiya eləsin ki, bazara uyğunlaşsın. Necə eləmək lazımdır? Mən açığı son 1 illik öz startupımda elə bunun üzərində çalışıram. Mən açığı elə süni intellekti, dizayn tərəfinin əlindən almasının üzərində çalışıram. Məsələ budur ki, bunu mən indi məsələn başqası əgər bunun üzərində çalışır, yəni bunu qaça bilmərsən, yəni öz-özünə yəni yatanda, yəni əlinə almayacaq deyə başını deməyə heç mənası yoxdur. Yəni hazırda bu dəqiqə yəni bəlkə də insanlar 4 divar arasında qalmağa maraqlıdır və yox eləmədi, süni əlimizə almadı deyə bəlkə də özünü anladır. Amma yaxud da mən potensiallı kadram, çox yaradıcıyam, süni intellekt bunu eləməz. Yes. Bax bir dənə belə bir şey var. Ölkə bu dəqiqə, ölkə deyil, üzr istəyirəm. Dünya bu dəqiqə nisbətən yaradıcılıq tərəfində deyil. İstifadə birliyi tərəfindədir. Yəni mənə nəsə ver, istifadə eləyim. İstəyirsən nə rəng olur olsun fərqi yoxdur. Amma istifadə bilməsi rahat olsun. Mən istifadə eləyəcəm onu da. Sürətli olsun, ay sağ olun. Sürətli olsun. Nəticə tez versin. Çünki bir dünyada bir səbir problemi də var, aqressiya problemi və s. də var. Ona görə biraz elə bir creativity hazırda bu dəqiqə düşməyə doğru gedir. Ortalarda bir yerdədir. Süni intellekt əlimizdən almaq məsələsi biraz elə bir nə bilim, yəni bunu deyil də belə desək daha yaxşı olar ki, bəlkə də mən özümə də belə fikirləşim. Süni intellekt əlinə alacağını gözləyirsənsə, onda sən onsuz uduzmusan.
Yəni çünki sən onda elə çıxır ki, sən ümumiyyətlə özünü inkişaf etdirməmisən və desən ki, oturub bax, camaat nələr eləyir. Amma məsələn üçün bunlar 100% bizim əlimizdən alacaq. Görürsən alacaq. Başına yəni camaat nələr eləyir düşünürsənsə, sən onsuz uduzmusan. Prosesdən kənardasan. 100% sən camaatın içində deyilsənsə, sən onsuz da yəni o sənə onsuz da işi çoxdan əlinə alıblarmış. Sənin xəbərin yoxdur bəlkə də. Sən onsuz da çox hər şey qəbul eləmisən əvvəldən. Yəni sən azda bir ki bu ili doldurmağa çalışırsan ki, o bir il baxaram görüm bəlkə başqa bir menecment falan işinə falan girim, bəlkə PM oxuyum, bəlkə PO oxuyum. Bunlara falan bəlkə maraqlanım. Çünki dizayn yaxşı doğru getmir falan başa düşdün. Yəni başqa şeylərə falan sahəyə maraqlanım. Yəni süni intellektin hazırda bu dəqiqə qoyduğu bünövrə o qədər yaxşıdır və o qədər yaxşı irəliləməyə doğru gedir. Yəni Cloud-idi, Gemini-idi, bu işləri falan çox yaxşı olmağa doğru gedir və sadəcə bunu çox yaxşı istifadə etmək lazımdır. Məsələ bizə nədir? Məsələn budur ki, yəni adamlar bunu normalda demir, məsələn üçün sahibkar demir bunu özüm eləyərəm. Sahibkar deyir ki, sən bunu neçə saatda eləyirdin? Deyə fikirləşir ki, mən bunu normalda bir ay elətdirmişəm. İndi bir ay elətdirdiyin işi normalda əgər bir gün eləyə bilirsənsə, onda sən bir günə eləyənlərdən birisi olmağa doğru çalış. Başqa yəni bunun üzərinə tərtib eləməyə çalış. Amma şey eləmə. Yox, mən bir ay eləyəcəm. Süni intellekt mənim işimin əlimdən ala bilməz. Yəni belə eləmə. O bilsə necədir? Bunun ən böyük mənfi tərəflərindən birisi nədir? Bizdə bir çox insanın beyin mexanizması icraçılıq və fəhlə işçiliyi ilə gəlir. Başa yəni eləyim, eforum görsənsin. İşi böyüdüm, işi irəli aparım. 100%. Məsələn, çox eforlu nəsə eləməyə çalışım. Amma halbuki yəni eforlu bir şey eləməyə də bilərsən. Sən əslində bunu 10.000 manat satırdınsa, 30 gün eləyirdinsə bunu, indi bəlkə də sən bunu bir günə sata bilərsən, bir gün eləyə bilərsən. Yəni okey, ola bilər 10.000-ə yox, bəlkə 8-7 minə satarsan, amma bir gün eləyəcəksən bunu. Yəni gərək bunun parçası olasan, bunu anlayasan, tez bir zamanda bunu hakim olasan. Və bu belə bir şeydir. Bilmirəm, qabaqlar yadına gəlir NFT texnologiyası falan və s. Bu bir klan məntiqidir. Ya indi bunun bir parçası oldun, ya da heç bir parçası ola bilməyəcəksən. Yəni biraz bu klanın parçası olmalısan. Tez bazar bu şeyləri tez bazar öyrənməlisən. Hətta sənə bir şey deyim ki, çox mənfidədir. Yəni bunu kompensasiya eləmək belə çox vaxt alacaq. Yəni bu gərək bunun parçasında olasan, məcbursan. Yəni şirkətlərə də bunu görmək olur. Hansılar ki, axına gec qoşulurlar, bazarda paylarını itirirlər. 100%. İşçidə də eynidir demək olar ki. Mənə maraqlıdır. Bu qədər süni intellektdən danışdıq, alətlərdən danışdıq. Sən özün nə istifadə edirsən? Hansı süni intellekt aləti günlük kompüteri açırsan, deyirsən, girim yenə buna görüm nə sorurum. Mənim ümumiyyətlə keçən dəfə hətta Şəhrəginlə danışırdıq, Şəhid müəllimlə falan danışırdıq. O uşaqlar çox təəccüblənir ki, mən aylıq $200 pul verirəm Cloud-ya. Mənim yoldaşım da istifadə edir. Cloud. Çünki çox yaxşıdır. Çox yaxşıdır. Yəni inandırım sənə ki, yəni oturub bəzən belə yemək yenə falan fikirləşirəm ki özümə, bu çox yaxşıdır. Yəni mən buna saatlarımı verirdim. Yəni bu necə bu qədər yaxşı ola bilər? Yəni və özüm üçün çox yaxşı bir agent sistemi qurmuşam. Belə bölmüşəm bütün işçilərimi falan hamısını bölmüşəm. Yəni yaxşıca bölmüşəm və çox az bir texniki tərəfini falan öyrənmişəm. İndi yalan olmasın, indi bu dəqiqə işim, gücümü ancaq bu AI texnologiyasını öyrənməyə sərf edirəm. Yəni dizayn sektorundan biraz uzaqlaşmışam və maksimum dərəcədə çalışıram ki, bu AI texnologiyasını öyrənim və indi bu dəqiqə Cloud-ini məsələn atıram yeni başlayan bir insandan daha fərqli necə istifadə eləyə bilərəm, daha yaxşı istifadə bunu öyrənməyə çalışıram. Necə ən yaxşı Cloud istifadə edənlərdən birisi ola bilərəm. Yəni necə işimi daha da yaxşılaşdıra bilərəm də. Bəlkə də halbuki indi bu dəqiqə Cloud mənim üçün 8 saat eləyə bilirsə, bəlkə də əslində bəlkə də bunu 1 saat yarım eləyə bilirmişəm, amma indi bir dəqiqə Cloud-ını çox kobud istifadə edirəm. İndi bunu öyrənməyə çalışıram. Yəni bu dəqiqə açığı bu dəqiqə bank akkauntumdan çıxan pullarda ChatGPT də var. Gemini də var. Cloud də var. So video creation üçün məsələn xoşuma gəlir video create eləmək, memlər falan düzəltmək. Heygen də istifadə eləyirəm. Belə content management üçün də istifadə eləyirəm. Yəni bunları öyrənməyə çalışıram, amma Cloud yəni mənim üçün ən yaxşısıdır. Elə bu barədə sualım olacaqdı ki, məsələn xarici ölkədə təcrübən olur və hamısı xarici layihələrdir bunlar. Onlar süni intellekti necə tətbiq edirlər və onlarla işində bunu necə görürsən ümumiyyətlə? Yəni açığı mən elektronik klassda işləyəndə adamları məsələn üçün bilsən nəyə gördüm? Adamlar bu maaşları, bu adamları bura saxlamaqda olan şey nəysə oturub tərtib eləmələri deyildi. Məsələn bu mənə çox ləzzət elədi. Yəni bu adama bu maaşı verir ki, gəl söhbət elə, danış.
Yəni gəl məsələn yanaşmalı izah elə, yanaşmalı denə. Bizə nəsə qat. Bizə nəsə qat. Və bu süni intellekt əslində bu hissələrdə bəlkə də biraz yararsız ola bilər. Çünki yəni bir təbii ki, yəni iləriki illərdə bəlkə də dediyim fərqli ola bilər. Amma bir sonrakı illərdə biraz belə bir şey yarana bilər ki, bir insanın şifahi izah edəcəyi bir şeyi anlıq olaraq süni intellekt görsün, ondan daha tez deyə bilsin. Amma məsəl üçün Electronic Arts'da da elə bir şey var idi ki, adamlar 27 nəfər biz komandaydı və 27 nəfərin təcrübəsi çox yaxşı idi. Və oturdum ancaq qulaq asırdım ki, bu adam danışır. Bu adam çox maraqlı şeylər danışır. Perspektiv çox yaxşıdır da. Mən bəzən məsəl üçün bu söhbətləri mən də fikirləşirəm bəzən öz-özümə. Deyirəm ki, indi olsa, indi də bəlkə də adamlar dediyi şey bəlkə də mənə indi bu dəqiqə fikirləşirəm ki, çoxmu simple gəlir indi bu dəqiqə. Oturum görüm ki, yox, çox dəyərliymiş yəni. Yenə də adamların dediyi şey mənə daha çox maraqlı gəlir və mənə çox təsir edici gəlir. Ona görə indi bu dəqiqə əslində şirkətlər nə isə tərtib edən insanları əvəzinə süni intellekt istifadə edir. Amma təcrübəsindən nəsə danışa biləcəyi şeyləri, onda o adama o pulu verir. Mən ona görə həmişə uşaqlara, öz tələbələrimə də, öz ətrafımdakı insanlara deyirəm ki, işini dəyiş. Mümkünsə dəyiş təbii ki. Oturub 11 il bir şirkətdə işləyə bilmərsən də, 10 il bir şirkətdə işləyə bilmərsən də. Yəni çünki ümumiyyətlə UX-in mədəniyyətində belə bir şey yoxdur. Yəni sən onda necə fərqli bir insanlar üçün nəsə eləyə bilərsən axı? Ona görə məsələn davamlı dəyişməlisən, görməlisən, sektorlara baxış etməlisən. Təcrübə bundan qaynaqlıdır. Yəni bu təcrübə budur da elə. Yəni ona görə şirkətlər daha çox belə buna daha çox maraqlıdır. Yəni fərqli təcrübədə olan insanları dinləməyə pul verir. Tərtibatçılara, icraçıların işlərini süni intellekt nisbətən məsəl üçün əvəzləyə bilir, o gücə malikdir. Yəni əgər texniki olaraq da o güc varsa, yəni malikdir. Amma məsələn LinkedIn-də falan baxıram. LinkedIn-də belə dizayn sistem infrastrukturunu qura biləcək məsələn toollar falan çoxdur. Bəzən oturub bunu müqayisə edirəm, deyirəm ki, bu toolu normalda məsələn 8 ay əvvəl bunu insanların elə bilməsi üçün cibimdən gedirdi 8.000 manat, indi bu dəqiqə $20. Başa düşdün? Yəni ona görə şirkət də bu adam icraçıdır, Cloud də icraçıdır. Əgər bu adam bir şeyin sualını vermirsə, bu əgər hər şeyin cavabını bilirsə, niyə mən buna 8.000 manat verirəm, buna $20 verirəm? Amma burada nə deyirəm? İcraçılıq. Yəni icraçıdırsa, təbii ki, əvəzləyəcək. Təbii ki, şirkət deyəcək ki, buna niyə qədər pul verirəm ki, buna verirəm. Amma söhbət təcrübədir, müzakirədir, danışıqdır, perspektivdirsə, adam təbii ki, onu əvəzləyə bilməz. 4 ölkədə müxtəlif iş təcrübəsi olub. Estoniya, Kanada, Türkiyə, Azərbaycan. Polşanı da əlavə eləmək olar? Olar bəlkə də. Polşa. Bu 5 ölkə artıq arasında sənin üçün hansı daha çox data yönümlü və müştəri yönümlü idi? Yəni mən əslində Türkiyənin bu şeyini çox sevirəm. Yəni Türkiyədə maraqlıdır. Yəni Türkiyənin əslində belə müzakirəsini aparanda insanlar deyir ki, ayda Türkiyənin dizaynı çox pisdir, nə bilim türklər çox bərbaddır bu işdə və s. amma başlamırlar ki, burada söhbət rəqəmlərdən gedir. Əgər məsələn üçün sənin kütlən bu dizayna eyni nisbətə bərabərdirsə, bu dizayna maraqlıdırsa və sənin kütlənin mədəniyyəti buna uyğundursa, yəni sən bunu rəqəmlər də bunu deyirsə, bunun üzərinə getməlisən. Estoniya əslində tamamilə datadan ibarətdir. Adamlar yəni həyatı bu rəqəmlərdən ibarətdir. Yəni adamlar bu işdə çox yaxşı deyirlər. Dizayn işində çox yaxşı deyirlər, amma yaxşı olanlar da hamısı data yönümlü ilərləyir. Biraz elə bir işin, yəni belə bir şey deyək də. İki cür deyək ki, məsələn, bir fərziyyə var, bir də ki, məsələn, rəqəmlər var da. Nə qədər fərziyyə eləsən də, ortada deyə biləcəm ki, məsələn üçün nə qədər oturub sənə müzakirə edəcəm ki, məsələn üçün sənə bu gün bir həftədə dəhşət idman edirəm, yəni məncə arıqlamışam. Məsələn üçün girib baxıram görüm ki, arıqlamamışam. Başdan amma məncə arıqlamışdım. Amma baxdım gördüm ki, rəqəm eynidir. Yəni kilom qalıb eyni dəyərləşmə. Yəni nə qədər fərziyyə eləsən də işin nəticəsi rəqəmdir də. Yəni rəqəm əgər bu sənin dediyin sözü doğrultmursa, onun heç bir mənası yoxdur. Yəni biz Azərbaycanda bu işlərdə nə fərziyyədir, nə də rəqəmdir. Təəssüf ki. Biraz elə bir şey var. Yəni biraz idarə etmədə biraz elə bir şeyimiz var. Amma dediyin, saydığın ölkələrdə, bu arada bizdə Azərbaycanda yəni çox yaxşı şirkətlər var. Yəni bu işi çox yaxşı bacaran çox yaxşı şirkətlər var, amma onlarda da biraz təəssür olsun ki, biraz elə bir
uzaqlaşma var, hansı ki Azərbaycan sektorunda yox, Azərbaycanda qurub amma başqa ölkələrə xidmət vermələri falan var, amma çox yaxşı tanıdığım şirkətlər və s. var. Mən sadəcə lead eləyənlərə nəzərdə tuturdum ki, yəni bu şeylər yoxdur. Amma məsələn Electronic Arts-ın özü, Deutsche Bank-ın özü bizim həyatımız yəni bu tamamilə rəqəmdən ibarət idi ki, hansı ki davamlı bir istifadə datası ilə, yəni müştəri datası ilə və s. hansı ki, yəni biz bir insan resursları idarə etmə sistemini bir il ərzində qurulması, infrastrukturun qurulmasının sözünü vermişdik. Və o infrastrukturu qurmaq, oturub Akşin, yəni gəlsin, Akşin necə biz o infrastrukturu quraq? Hə, məncə belə quraq desəm, ona deyir ki, səncə? Bəs necə yəni səncə? Və səncə bu nəyə dayanırsan? Səncə niyə belə olmalıdır? Ulan qarışdırmada belə eləməliyik. Deyə bilmirəm də bunu. Gəl deməliyəm ki, mən araşdırma apardım öz komandam. Mən 8 nəfərlik bir komandam var idi. Dedim ki, uşaqlarla bir araşdırma apardıq. Belə bir 58 səhifəlik bir araşdırma planı çıxardıq. Dedik ki, bu əsasdır, bu əsasdır. Yəni bu belə olmalıdır. Yəni ona görə, yəni Türkiyədə də bu çox şey yaxşıdır. Amma məsələn Polşada biraz işin vizual tərəfi çox önəmlidir. Yəni Polşa bu arada yəni çox yaxşı dizayn sektorunda çox yaxşı ölkələrdən birisidir. Biz Rusiya mədəniyyətindən gəlmə təsiri falan da var. Amma məsələn orada kreativlik daha önəmlidir məsələn. Orada rəqəm yox, amma daha çox belə kreativity orada daha çox önəmlidir. Amma sıralasam yəni belə Kanada, Türkiyə, Azərbaycan yox, amma Estoniya falan nisbətən daha rəqəm fokusudur. Bəs bu ölkələr arasında ən innovativ tələbi olanlar hansı ölkələr idi? Deyirdim ki, ayda bu innovasiyanı mən tutaq Kanadada görməmişdim, Türkiyədə görməmişdim. Yəni innovativ tərəfi, İnnovativ yanaşması. İnnovativ yanaşma. Açığı mən istifadə təcrübəsi araşdırması üzrə işləmişəm. İnnovativ yanaşmadan biraz araşdırmacı olaraq əslində innovativ yanaşma üzrə hər hansı bir qeydim olduğu yadıma gəlmir. Çünki mənim insanım əgər nəyə istəyirsə, mənim innovativ bir şey istəyirsə, onun üzərində bir məhsul çıxarmaq üzrə çalışmışam. Yəni çalışdığım məhsul arasında innovativ fokus deyil, amma çox maraqlı bir cavab verim sənə. Bəlkə də bu Azərbaycanda çox olub. Azərbaycanda işlədiyim layihələrin böyük bir hissəsində, yəni biz Emotics daxilində xidmət verdiyimiz kimi daha çox innovativ fokuslu olub. O da bilsə nədəndir? İnnovativacılığından. Yəni məsələn üçün innovasiya tərəfindən boşluq olduğumuzun hissi var. Və elə bilirik ki, məsələn üçün onu örtməliyik və bizim məhsulumuz innovativ olmalıdır. Həm məsələn indi adamın layihəsini, Electronic Arts-ın bizim launcher-ı, yəni hardasa 69 milyon insan istifadə edir, aktiv olaraq istifadə edir və Electronic Arts gəlib birdən-birə deyəməz ki, biz bunu redizayn etməliyik, amma innovativ olsun. Bəs 69 milyon insan bəlkə də 50 milyon bəlkə innovativ bir şey istəmir. Ona görə amma tam tərsinə innovativ yanaşma biraz daha çox Azərbaycana daha çox olub bəlkə də. Bəs hansı ölkə öz dizaynına görə sənə xoşuna gəlib? Dizaynda yanaşmasına görə, lap belə rəng çalarlarına görə, nəyə görə sənə xoşuna gəlib? Yəni göz olaraq və belə baxanda məsələn üçün keyfim açılır dediyim, yəni Polşa olub açığı. Baxanda keyfim açılır. Yəni dediyim kimi, yəni Polşanın əslində dizayn Avropa daxilində, belə İngiltərədən və s. sonra bəlkə də Avropa daxilində belə yanaşması çox qəşəngdir, kreativity çox yaxşıdır, dizayn yanaşması, yəni o baxımdan təsirliliyi, yadda qalıcılığı, vizual yaddaşlığa təsirlənməsi çox daha xoşuma gəlir, çox daha yaxşıdır. Bəs hansı ölkədə dizaynda AI-nin inteqrasiyası sənə xoşuna gəlib? Demirsən ki, bunu nə yaxşı tətbiq edirlər? Yəni mənim işlədiyim müddətdə biz süni intellekti bu qədər çox aktiv istifadə eləmirdik. Və hətta necə deyim, daha AI əsaslı inkişaf edir yəni. Yəni mən indi açığı son 1 ildir Estoniyadayam və son 1 ildir və çalışıram ki, maksimum dərəcədə çox fərqli ölkələrlə falan belə keçən il məsələn çox çalışdım ki, fərqli ölkələrin yanaşmasını öyrənim, təcrübə qazanım və özümdə və ya öz layihələrimi tətbiq edeyim. Və demək olar ki, yəni düzü mən Amerikada yaşamamışam. Amma Amerikanın özündəki bunu müzakirə belə açıq deyil. Yəni adamlar həyatlarının böyük bir hissəsində süni tətbiq ediblər. Sadəcə onu öyrənməyə çalışıram deyə əslində kiçik bir təcrübə qazanmış ola bilərəm, amma məsələn biz öz Deutsche Bankda da yəni bizə süni intellekt daxil eləmirdi. Çünki komandamız çox yaxşı idi, həddindən artıq. Çünki və onun üçün investisiyaya, yəni o komandaya verilmişdi. Amma Estoniya özündə də yəni süni intellekt daimi inkişaf edir və inkişaf edir deməyək də, yəni daimi istifadə olunur.
və bütün tədbirlərin ana mövzusu da əslində bunun istifadə etməyə yönəlikdir. Yəni istifadə etməyə yönəlik olsa adam da gəlib buradan öyrənməyə çalışsa, o da onun öz iş həyatında istifadə edir. Yəni Estoniya da əslində bu dizaynın tərəfində də bax ki, sənə bir də maraqlı bir şey deyim. Keçən il Figma'nın tədbirinə getmişdim. Amerikada, San Francisco'da getmişdim və orada bir çox fərqli yan tədbirlərə falan gəzirdim və mən də indi yəni yalan olmasın, yəni 16 təcrübə də az təcrübə deyil də. Yəni bu sahədə çox çalışmışam. Yəni doğrudan yəni həyatımın yarısını bu sahədə qoymuşam yəni. Çox çalışmışam yəni və bu sahədən çox yaxşı bildiyimi fikirləşirəm də. Yəni burada biraz egoistcəsinə çıxmasın. Bax girdim Amerikada hər hansı bir community-nin söhbət etdiyi, danışıq edirdik. Gördüm ki, adam məsələn üçün user experience design məsələsində, user experience research tərəfində adama çox da maraqlı gəlmədi. Çox da maraqlı gəlmədi çünki bəlkə də yəni 2021-də, 2020 danışsa bəlkə adama maraqlı gələrdi. Amma indi adama çox da sanki maraqlı gəlmədi. Başa düşdün? Yəni mən bu arada onun fikri hiss eləmişəm bu arada. Yəni maraqlı gəlmədi çünki adam əlindəki avadanlıqlara baxır, kompüter açana baxır. Deyir ki, okey, bu adam bundan ayıran şey nədir? Okey, elektronik klassda işləməsidir, document işləməsidir. Okey, məsələn üçün mən də öz toolumu elektronik klassda işlətməyə maraqlandıra bilərəm bəlkə də. Ona elə öyrətmiş ola bilərəm, Cloudimi öyrətmiş ola bilərəm. Yəni ona görə biraz elə bir bu sahədə normal olaraq yəni biraz elə bir adamların özləri də ayılır da yavaş-yavaş. Başa düşdün? Yəni biraz elə bir və özü tətbiq etməyə başlayır. Yəni o pul verməni tətbiq etməyə başlayır yəni. Ümumiyyətlə sən özün təcrübəndə data ilə işləmisən. Bizə maraqlıdır. Azərbaycanlı UX UI dizaynerlərə data ilə işləmə barəsində tövsiyə edərsən. Data ilə necə işləsinlər? Data ilə, yəni açığı biraz data ilə işləmə məsələsidir ki, yəni şirkət gərək data ilə istifadə etməyə icazə versin. Biraz data ilə işləməli, yəni data ilə necə tövsiyə edə bilərəm məsələsi deyil. Bunu əslində bir dənə belə bir şey deyim ki, data ilə işləməlisən. Yəni data tərəfini görürsən işləməyim müzakirəsini açıq belə deyil. Yəni sənin əgər oturmusunuz deyək ki, 9-10 dizayner, hansı bir bank əməkdaşı, bu gün dizaynımıza necə baxaq, necə eləyək? Ruslarda bir Alfa bankda belə bir şey eləyiblər, bəlkə biz də eləyək. Məsələn, bəlkə bizə cashback tərəfində bəlkə belə bir upgrade eləyək. Ola bilməz belə bir şey, mümkünatı yoxdur. Yəni sən açmalısan bütün dövriyyəni, sən log analiz eləməlisən, baxmalısan ki, sifarişlərin şikayətlərinə, feedbacklərinə və həmçinin ümumi analytics datalarına falan baxmalısan, yəni konfiqurasiya eləməlisən, nə bilim, yəni əgər quraşdırmısansa istilik xəritlərini falan hamısını analiz eləməlisən. Yəni sən bu datanı istifadə eləməlisən. Yəni istifadə etsən yaxşı olar deyə bilmərəm yəni. Yəni burada bu arada tool məsələsi də deyil. Biz qabaqlara məsələn üçün bir dövlət layihəsində çalışırdıq. Orada ən böyük problemimizdən birisi bu idi ki, XDMX bizə icazə vermirdi, yəni analytics falan istifadə etməyə normal olaraq istifadə datasından falan görə. Biz ona görə başqa bir dedi ki, yəni niyə edirsən elə? Bizdən data istəmə. Çünki biz bunu verə bilmərik. Mən də dedim ki, okey, biz bunu necə eləyək ki, bəs hardan bilək ki, bu platformanı necə eləməliyik də? Onlar deyirlər ki, məsələn üçün, okey, yəni sizin təcrübəniz var da, yəni sizcə bunu belə necə dizayn eləməliyik? Mən dedim ki, bəlkə də sənin düzəltdiyin dizayn mükəmməldir, əladır. Yəni biz bunu bəlkə də işləyib, bəlkə problem başqa, bəlkə sənin call center'ın bərbaddır. Başa düşdün, yəni bəlkə problem budur. Yox, deyir ki, o datanı verə bilmərik. Axırda inanırsan bəlkə də 13 ay XDMX ilə biz avamlı müzakirə eləmişik. Axırda bir dənə Matomo idi, bir dənə belə bir analytics data var idi, hansı ki privacy first idi. Yəni gizliliyi qoruyurdular. Onu inteqrasiya edib elə gözlədik ki 8-9 ay data yığılsın, elə baxaq nəticəyə. Başın yəni ona çünki bunu eləməlisən, başqa cür bilə bilmərsən. Hə, əlbəttə ki. Yəni ona görə sən oturub gözləməlisən, yox və yaxud da oturub fikirləşməlisən ki, necə dizayn edeyim falan yox. Yəni data yönümlü eləməlisən. Onun başqa cür yolu yoxdur yəni bunun. Bəs səncə çox yaxşı dizayner, 16 illik və yaxud da ki, daha çox təcrübəsi olan dizayner, həm yaxşı musiqiçi, həm də dizayner ola bilərmi? Çox yaxşı musiqiçi, yaxşı bir dizayner ola bilər. 100% ki ola bilər və ümumiyyətlə bu şey bərabər gedə bilsə çox yaxşı ola bilər. Musiqiçi dediyin şey hər hansı bir musiqi alətindən söhbət gedir yoxsa? Ola bilər. Hə, okey. İndi mən açığı da özümə həmişə maraqlı gəlib musiqi ifa eləmək və s. amma heç birisini bilmirəm. Amma bu kalibrasiyanı mən çox sevirəm. Yəni musiqidir, idmandır, dizayndır, incəsənət ümumiyyətlə. Yəni bunlar əslində maraqlıdır. Biraz elə bil işin
mühəndislik tərəfinə fokus olmaq lazım deyil biraz. Yəni məsələn üçün belə davamlı olaraq nəsə build eləmək, maraqlı dizayn eləmək falan çox maraqlı olmayacaq onsuz da. Sənin onsuz da dizayn üfüqündə açıla bilməyəcək. Ona görə gərək davamlı olaraq özünü inkişaf etdirə bilmək üçün elə dediyin, sadaladığın şeylər də mükəmməl əlavə olaraq dedim, yəni idmandır, yəni davamlı olaraq sağlamlıqdır, hətta nə bilim başqa sektorlar üzərində maraqlanmaq və s. bunlara da özünə çox təsir edə bilər. Yəni mən həmişə öz tələbələrimə dedim ki, yəni həmişə uşaqlar deyirlər ki, biz nə kitab oxuyaq da, yəni özümüzü inkişaf etdirək falan. Mən dedim ki, uşaqlar, nə oxuyursan oxu, amma şey oxuma. Dizayn öyrənmək üçün 100 qanun, UX-də yaxşı olmaq üçün 100 nə bilim nə, belə şeyləri oxuma. Yəni elə şeylər onsuz da oxusan belə, yəni 2002-də olan bir şeyi sən gəlib Azərbaycanda hər hansı bir şey tətbiq edə bilməyəcəksən. Ədəbiyyat köhnəlir. 100%. Amma ged məsələn üçün nə bilim daha maraqlı bir yanaşmalar oxu, nə bilim ged hər hansı bir roman oxusan da belə okeydir yəni, başa düşdün? Amma davamlı fərqli perspektivləri öyrənməyə çalış ki, kim nə edib və s. onları oxumağa çalış. Ona görə əslində fərqli şeylər əslində sənə çox müsbət şey qatır. Yəni çox plusları çoxdur, yəni mənfisi yoxdur. Başa düşdün? Yəni ona görə davamlı bunun parçası olmaq lazımdır. UX UI-da öz karyerasına başlayanlar üçün maraqlıdır ki, seniordan sonra nə gəlir? Seniordan sonra onları nə gözləyir? Bax Əfsanə, belə bir şey deyim sənə. Mən ümumiyyətlə mən 16 il çalışmışam bu sahədə, amma hələ ki o senior pozisiyasını 15-ci ilimdə Deutsche Bankda 3 aylıq görmüşəm və bunun əsas səbəbi də odur ki, ümumiyyətlə sən gir LinkedIn-də görəcəksən, Amerikada gir platformalar falan bax, görəcəksən ki, əslində orada elə bir levellandırmaq məsələsi yoxdur. Yəni məsələn, okey, bəlkə də ola bilər, deyir ki, staff engineer deyir, platform engineer və s. deyir, amma daha çox belə onu junior, middle, junior var ya, o heç qaçılmazdır. Amma məsələn üçün strong middle, strong junior falan belə bölməyi falan məsələsi çox azdır. Yəni əslində bir dizayner var və o dizaynerin bir alt təbəqəsi var ki, o junior, hansı ki yeni işi öyrənməyə çalışır, maraqlıdır ona, əl işləri falan edir və s. yəni kiçik işləri falan edir. Amma bir də məsələn üçün bu işi məsuliyyətini götürən bir şəxs var. Başlayın, bax, nə middle deyirəm sənə, nə senior deyirəm. Məsuliyyətini götürən şəxs. Əgər junior, sən dediyin ki, məsələn, sən junior dizayner oldun, deyək ki, bayaqlar, dedin ki, 2 il öyrəndin. Əgər sənlə mənim elədiyim iş eynidirsə, dizayn olaraq elədiyim iş eynidirsə, sən aramızda bir vəzifə fərqi yoxdur ki. Sən juniorsan, o da mən də junioram, belə çıxır. Aramızdakı fərq bilsən nədir? Odur ki, məsələn üçün, mən bu işi lead edirəm, məsuliyyətini götürürəm. Yəni, mən əgər deyirəm ki, məsələn üçün, gəlin bunu belə aparaq uşaqlar, bunu pratik belə aparaq. Çünki mən belə araşdırma apardım, belə bir rasional dəyərlərə falan baxdığım elədim falan filan və bu məsuliyyəti mən götürürəm və hətta sənə bir şey deyim, o sənədi götürürəm, dizayn işini götürürəm, gedirəm CEO ilə dalaşıram. CTO-ya bunu qəbul etdirirəm. Kim ki bu taskı verib, onu qəbul eləmirəm. Biz analitiklərlə gedirəm ki, biz bunu eləyə bilmərik, tətbiq edə bilmərik. Niyə? Çünki biz Rusiya deyilik, bizim rəqəmlərimiz bunu demir və s. falan filan. Yəni bu adam yəni senior o demək olar. Juniorsa tapşırıq gözləyir. Sağ ol, junior tapşırıq gözləyir. Yəni əgər elədiyimiz iş eynidirsə, bizim pozisyonda bir şey deyil, başa düşdün? Yəni və biraz bu şeyə də belə baxmaq lazımdır. Mən baxıram LinkedIn-ə görürəm ki, LinkedIn-də şey var. Adam 3 il sonra bir senior olub. Yəni biraz elə bil o sanki bu işdə doğrudan senior olmuş insanlara haqsızlıq kimi bir şeydir. Başa düşdün? Yəni və bu arada bizdə pozisiya da bitmir. Yəni design ops, design expertdir, nə bilim, design qatdı falan bir şey, hər şey gəlib çıxa bilər, başa düşdün? Yəni o biraz egomuzu rahatlatmaq kimi bir şeydir, başa düşdün? Amma mən bayaq dediyim kimi 2 ilə ekspert olaram. 100%. Bir də bir elə özgüvən gəldi, hə? Yəni biraz elə bir o şey falan məsələsi var. Yəni biraz bu şeyləri uzaqlaşıb reallığa fokuslanmaq lazımdır. Başa düşdün? Yəni əgər sən normalda bu işi lead edə bilmirsənsə, bax mən bəzən bəzən uşaqlarla danışıram. Bəzən belə xaricdəki dostlarımla falan danışıram. Amma deyir ki, məsələn, mən deyirəm ki, sən Allah bu nədir beləmisiniz də falan filan. O deyir ki, bəs bizə dedilər ki, belə biz də məcbur bir şey eləməyəcəyik. Onda sən senior deyilsən. Okay. Onun eyni komanda junior deyim. Junior deyəcək ki, bizə belə dedilər, biz də belə elədik. Bunu ayıran şey nə oldu? Heç bir şey. Onun yenə də bayaq danışdığım söhbətə gəlir. Onda ikisi də icraçıdır. Onda bu adamın ikisi də eyni tool istifadə edirsə, onda bu adam arasındakı bir səviyyə fərqi nə? Niyə bu adam 5000 manat maaş alır, bu adam 200 manat maaş alır? Yəni məsələ sadəcə 4 il fərqli şirkətdə işləyib sonra da keçib bura şirkətdə işləməkdirmi? Yoxsa 4 ildə keçdiyi value məsələsidir? Mən ümumiyyətlə bu söhbəti çox sevirəm. Nəyini?
dəyər qatmaq məsələsi. Sən bu şirkətə nə dəyər qatmısan? Əgər dəyər qatmısansa, və sən bu sənin nəticəndə artıq bu şirkət müəyyən bir, nə bilim, 0.5% daha çox qazanırsa, hə, onda başqa məsələ. Sən bu şirkətə nəsə qatmısan, başa düşdün? Yəni bu da rəqəmlərə dayanır da, düzdürmü? Yəni mənə gəl maaş ver, sənə gəl işi eləyim. Nə edəcəksən? Dizayn eləyəcəm. Bu başqa bir şeydir. Amma belə deyirəm ki, əfsanə, gəl mənə maaş ver. Sənə nə qədər şirkətin dəyəri nə qədərdir? Yazdı bir dəqiqə 10.000 manat. Bu şirkətin dəyərini 20.000 manat eləmək üçün, 20.000 manat eləmək üçün sənin dizaynını ona uyğun dəyişdirəcəm. Yəni bu dəyəri qatmaq məsələsidir, başa düşdün? Yəni narahat olma, yaxşı olacaqla əlaqəsi yoxdur, başa düşdün? Və ya nə bilim, nə etmə lazım? Dinə eləyim də eləyim, mən başım çıxmır. Yəni mən dizayn ver, onu eləyimlə əlaqəsi yoxdur. O məni pozisiyalandırmaz heç cür. Çox xoş oldu bu müsahibə bizim üçün. Çünki çox maraqlı bilgilər əldə elədik. Həm seniordan sonrakı proses, həm ekspert olmaq üçün nələr lazımdır, həm xarici təcrübəni səndən eşitmək xoş oldu. Necə deyirlər, növbəti müsahibələrdə görüşərik. İnşallah ki, çox sağ ol bu arada dəvət üçün, həmçinin maraqlı layihə üçün. İnşallah bir sonrakılarında daha fərqli bir perspektivdən gələrəm. Daha bəlkə də nə bilim, müsbət fikirli, daha belə, daha inkişafının bir parçası olmuş bir mövzulardan danışarıq bəlkə də. İnşallah. Okay, Hələlik, çox sağ ol. Çox sağ ol.